Hörmətli təlim iştirakçıları, sabahınız xeyir olsun. Biz artıq nəzərdə tutduğumuz məqsədin demək olar ki, astanasındayıq. Biz bugün tam olaraq MMC-nin yaranması haqqında, hüquqi formaları haqqında, hüquqi istiqamətlər haqqında söhbət edəcəyik. Məlumunuzdur ki, Ekoloji Təmiz Dünya namlı icmaların maarifləndirilməsi və davamlılığı layihəsi qeyri-hökumət təşkilatlarından Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir və bu Biləsuvar rayonunun 8 kənd icmasını əhatə edir. Bu 8 kənd icması da ümumi rayon əhalisinin 4-dən 1-ni təşkil edir. O baxımdan bizim bugün gördüyümüz işin ağırlığı və vacibliyi rayon üçün nə qədərdir, bu göz önündədir və bir daha Amankənd Bələdiyyəsinə bir daha və dönə-dönə təşəkkür edirəm. Ona görə ki, bu dövlət layihəsinin, bildiyiniz kimi bu layihə dövlət vəsaiti əsasında həyata keçirilir və ona görə də birbaşa donor dövlət olduğu üçün, agentlik olduğu üçün bu dövlət layihəsi hesab olunur. Sizə təşəkkür edirik. Sözün həqiqi mənasında böyük dəstək göstərdiniz və bu fəaliyyətin, bu təşəbbüsün də icra olunmağında bilavasitə yük sizin üzərinizdədir. Bunu rayon da gözəl bilir. Bir daha digər təlim iştirakçıların diqqətinə çatdırım ki, rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov da bu məsələlərə belə deyək, böyük dəstək göstərir. Bu dəstəyin içərisində rayon polis şöbəsinin rəisi də var. O nəyə görə bizim layihəmiz hara, polis rəisinin münasibəti hara? Çünki biz istər-istəməz bu təşəbbüsü icra edərkən mütləq onların da hüquqi dəstək baxımından köməyinə ehtiyacımız olacaq. Ona görə müəyyən mənada razılaşma əsasında biz bu işləri görürük. Təşəkkür edirəm hamınıza. Sözü ötürürəm bugünkü təlimi aparmaq üçün təlimçimiz Şəhbət. Buyurun. Elan olundu. Fiziki və hüquqi şəxslər haqqında bugün təlimat edəcəyik. Yeni qaydada layihə məqsədini çatmaq üçün MMC-nin yaradılması ilə bağlı birgə cavablar verəcəyik. Qarşılıqlı suallar əsasında biz keçən təlimlərdə sizlə birgə iştirak elədik. Birinci təlimdə atmosferə buraxılan emissiya qazları, onların təsnifatı və mümkün azalmaları barədə məlumat verdik və birgə qrup işləri ilə bununla bağlı fikirlərimizi dinlədik və ümumi bir yekun nəticəyə gəlib, belə deyək ki, yəni bu sahə ilə bağlı müəyyən bilgilər əldə etdik. Növbəti təlimdə təşkilatlanma, idarə etmədə təşkilatçılıq və icma liderliyi barədə danışdıq. Demək olar ki, təşkilatlanma, idarə etmədə təşkilatçılıq nədir və icma liderliyi ilə bağlı həm deməli, hər iki tərəfi fəaliyyət göstərən dövlət qurumlarını və yerli bələdiyyənin liderliyi, onların idarə etmə formalarını və əlbəttə qanuna söykənən idarə etmə formalarını birgə qarşılıqlı müzakirə etdik ki, biz onların təcrübəsindən həm istifadə edək, həm də yeni tövsiyələr nə olacaqsa onları gələcək işlərimizdə istifadə edə bilək. Keçən təlimimizdə də məişət tullantıları, onların çeşidlənməsi, təkrar imama verilməsi, onların təsnifatı haqqında birgə danışdıq. Demək olar ki, müəyyən bilgilər əldə etdik. Yəni, hər biriniz bu haqda kifayət qədər mənə elə gəlir informasiya aldınız, bilgi aldınız. Hətta keçən görüşümüzdə yekunda iştirakçılardan biri burada iştirak edəcək burada. Bu təsnifatla bağlı, ardıcılıqla sağlandı və qrup işi kimi birgə işimizi təmin etdik. Bugünkü təlimimizə keçək. Bugünkü təlimimiz dedik ki, fiziki və hüquqi şəxslər nədir? Bu haqda bilgələyəcək, birgə müzakirə edəcək. Fiziki şəxs və hüquqi şəxslərin yaradılması bu haqda danışacağıq. Onların dövlət qeydiyyatına alınması məsələsi ilə birgə qarşılıqlı anlaşma ilə və bizim
lazım olan tövsiyələrimizlə sizə qaranlıq qalan məsələlərə sizin verəcəyiniz suallarla bağlı işimizi quracağıq ki, daha aydınlıq gətirik bu işə. Şərbətov, üzrlüsən, mən təlim materialları kütləvi şəkildə yox, amma müqavilə sənədini, yəni sözləşmə sənədini təlim iştirakçılarına vermişəm. Dünən biz sizinlə, yəni arxadakı təlim günündə sizinlə razılaşdıq ki, hüquqşünaslarla müzakirə edək və daha dolğun bir hüquqi sənəd gətirək müzakirəyə. Və bugün həmin sənəd sizin qarşınızdadır. Sizin də əlavə, yəni uzun illər siz də idarəetmədə və xeyli müqavilə bağlamısınız. Bəlkə bələdiyyə rəhbərliyi bağladığı müqavilə qədər hansı bir müəssisə rəhbər müqavilə bağlamır. Ona görə də gətirdik ki, siz özünüz də incələyəsiniz. Əlavə eləyəcəyiniz hər hansı bir punktdən nəsə olarsa onu da əlavə edib daha təkmil bir sözləşmə sənədi ortaya qoyaq. Və biz hər birimiz bir neçə ad nümunəsi ilə gələcəkdik. Elə deyilmi Şərbətov? Elə bir söhbətimiz oldu ki, bugün biz konkret bir MMC-nin adını qoyaq. Çünki MMC-ni yaratmaq bizim növbəti aydakı üzərimizə düşən fəaliyyətdir. İlk növbədə gəlib aydınlaşdıraq ki, fiziki şəxs, hüquqi şəxs anlayışları nədir? Yəni, bunları bilək, fiziki şəxslər kimlər hesab olunur, hüquqi şəxslər kimlər hesab olunur və bu ardıcıllıqla gələcəkdə təşkilatlanmaq üçün MMC-nin yaradılması ilə bağlı bu anlayışları birgə dinləyək, qarşılıqlı suallar əsasında izahatlar verək ki, növbəti mərhələyə keçək. Fiziki şəxs hüquqi münasibətlərdə iştirak edən fərddir. Hər biriniz ayrı-ayrılıqda fiziki şəxs kimi müqavilə bağlaya bilərsiniz, sahibkarlıq fəaliyyətindən məşğul ola bilərsiniz, qanunvericiliyə söykənən bütün məhkəmə prosedurlarında, məhkəmə çəkişmələrində fərd kimi iştirak edə bilərsiniz. Yəni, dediyim kimi, istənilən təşkilatla gedib müqavilə bağlaya bilərsiniz ki, o lazımlı işləri həyata keçirmək üçün. Bunun üstünlüyü nədir? Çox sadə bir prosedurdur. Fiziki şəxs vergi qeydiyyatından keçir, vergi ödəyicisi kimi vergiyə 3 aydan bir rüblük hesabatlar verir və istənilən bağlanmış müqavilələrin icrası və yekunu ilə bağlı hüquqa söykənən bütün mübahisələrdə şəxsən iştirak edir. Hüquqi şəxs isə bundan fərqli bir qədər, belə deyək, fiziki şəxsə fərqli olaraq onun hüquqi şəxs kimi qeydiyyata alınması proseduru fərqlidir. Hüquqi şəxs hökman qeydiyyatdan keçməlidir. Hüquqi şəxsin özünün bəribaşdan deyim, hüquqi şəxs bir nəfər də ola bilər, qrup şəklində də olub, onlar özü aralarında müəyyən rəhbər funksiyalarını seçki yolu ilə rəhbər orqanlarını seçədilər, bank hesablarını açmalıdırlar, vergi qarşısında hesabatlıdırlar, sonra digər dövlət qurumları qarşısında, məsələn, statistika ilə bağlı dövri hesabatlarını verməlidirlər. Yəni, bu hüquqi şəxsin bu prosedurlar fiziki şəxslərdən bir qədər çətindir. Yəni, bu işdə işləyənlər bilirlər, işin içərisində olanda elə bir çətinlik olmur. Biz əslində, üzr istəyirəm, yəni fiziki şəxs kimi də bu fəaliyyəti icra edə bilərik. Yəni, o demək deyil ki, biz mütləq hüquqi şəxs yaratmalıyıq. Yəni, mümkündür. Fiziki şəxs belə bu işi görə bilər. Yəni, böyün aça bilər, böyündə həmin xidməti göstərə bilər, edə bilər. Amma üzr istəyirəm Şərbətov, bunun başqa bir tərəfi var ki, fiziki şəxsin imkanları hər hansı bir, belə deyək, dəstək amaclı dövlət tərəfindən yaradılmış imkanlara çıxışı hüquqi şəxs qədər olmur. Yəni, hər hansı bir təminatlara çıxış hüquqi şəxsdə daha çoxdur. Ona görə biz daha düzgün yol kimi MMC-nin yaradılması nəzərdə tuturuq. Hazırki layihənin icrasında qeyd olunan kimi fiziki şəxs vətəndaşlarla müqavilə bağlaya bilər, bu layihənin icrasını həyata keçirdə bilər. Eyni qayda ilə də hüquqi şəxs. Amma fiziki şəxsin çıxışları, imkanları məhdudur.
deyək ki, növbəti mərhələdə yeni texnologiyaların alınması üçün donor axtarışı, əlavə vəsaitlərin cəlb olunması fiziki şəxslə demək olar ki, çox çətin bir prosesdir. Amma hüquqi şəxs kimi qeydiyyatda olan konkret olaraq bizim layihə ilə bağlı yaradılacaq MMC-də isə bu daha asan olur və daha əlçatan olur. Hüquqi şəxs kommersiya xarakterli və qeyri-kommersiya xarakterli iki qrupa bölünür. Kommersiya xarakterli hüquqi şəxslər, deyək ki, biz gələcəkdə yaradacağımız MMC-lərdir, səhmdar cəmiyyətlərdir, kooperativlər. Bunlar kommersiya xarakterli hüquqi şəxslərdir. Qeyri-kommersiya xarakterli hüquqi şəxslər, asosiasiyalardır, fondlardır, vətəndaş cəmiyyətlərdir və ictimai birliklərdir. Hansı ki, bugünkü layihə ilə bağlı Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi qeyri-kommersiya xarakterli hüquqi şəxs. Mənə elə gəlir ki, hüquqi şəxsin bu iki təsnifatda bölünməsi ilə bağlı nəsə bir qaranlıq bir şey qalmaz. Və bir fikriniz, sualınız varsa deyin, bir yerdə yenə də izahat verək ki, yəni hüquqi şəxs iki qrupa bölünür. Kommersiya xarakterli hüquqi şəxslər, qeyri-kommersiya xarakterli hüquqi şəxslər. Onlara da kimlər aid idi, onları mən dedim. Misal deyirəm, ictimai birliklər hansı qrupa aiddir, bir sual edirəm. Qeyri-kommersiya. Qeyri-kommersiya dedim, bax, bugünkü layihənin ictimai birliklər. Bizim məqsədimizin altında əsas pul qazanmaq durmur. Yəni, ictimai birliklərdə qazanc, həlləci faktoru söz yox. Maliyyə hesabatları verir, görülən layihələrin və təlimlərin həyata keçirilməsi, bu cür prosesləri həyata keçirilir. Amma qazanc əsas meyar deyil. Kommersiya xarakterlərində isə elan edilir. Məsələn, səhmdar cəmiyyətlərdir. Bunlar kommersiya xarakterlidir. Kooperativlərdir, kommersiya xarakterlidir. Yəni, onların birbaşa onu yaradırlar, qazanc güdürlər və qazanclarından dövlətin vergilərini ödəyirlər, müxtəlif qrup insanlar işləyir orada, onlar da qanun vericiliyə söylənərək, onlarla əmək müqaviləsi bağlayır və ilaxır və ilaxır. Kommersiya qurumları və qeyri-kommersiya hüquqi şəxsləri, hər ikisi hüquqi şəkildə məhkəmə çəkişmələrində, məhkəmə predmetlərində iştirak edib, müqayisədə hədsiz geniş imkanlara malikdir. Bunu əvvəl dedik, mən də bir daha təkrar edirəm. Gələcəkdə daha geniş mənada inkişaf etmək üçün, yeni texnologiyalar almaq üçün, yeni qurumlarla, imkanlı qurumlarla və yaxud da ki, maliyyə dəstəyi almaq üçün hər hansı bir təşkilatlarla müqavilə bağlamaq, onlara çıxışları daha əlçatan olur, nəinki fiziki şəxslər. Ona görə də bunların imkanları daha genişdir. Bu haqda indi kimin nə sözü varsa buyurun, deyin, qaranlıq olan nə var, davam edəyən. Elman bəy, zəhmət olmasa siz və bugünkü təlim haqqında həm fikirlərinizi, həm də ki, dəstək amaçlı fikirləriniz lazımdır. Baxıram, Qədir bəy incələyir, çox xoşum gəldi, bayaqdan detal incələyir. Yəni, o elə bir sənəd olmalıdır ki, sabah biz hər hansı bir hüquqi çəkişmədə zəif qalmayaq. Buyurun. Hələ ki, mən bir iqdam apardım və bununla bağlı müqavilə şərtlərində də baxdım. Yəni, burada qayda bilərik hər vaxt o mövzularda. Hər hansı bir çatışmamazlıq da yoxdur yəni burada. Bununla bağlı başqa bir fikrim var ki, yoxdur. Yəni, çalışdıq, axşam hüquqşünaslarla oturduq, bir neçə hüquqşünas mən variantlarımı göndərdim, onlar da daha təkmil şəkildə geri dönüş elədilər. Yəni, bir nəfərin beynin məhsulu deyil, bir neçə nəfər oturmuşuq. Orada çalışdıq ki, yəni, qüsur sabah hər hansı bir, belə deyək də, məhkəmə predmeti də ola bilər, hər hansı bir məsələlər ola bilər. Çünki biz böyük əhali ilə işləyəcəyik. Orada birinci şərt, səbəb qarşımıza qoyulacaq
müqaviləni necə bağlamısan, yəni oradan yapışılacaq bütün məsələlərdə. Ona görə ilk attığımız addımda ilk hüquqi sənədimiz sözləşmədir, tərəflər... Mən belə başa düşdüm ki, bu MMC-nin direktoru olmalıdır. İndi bunu nəticə təyin edəcək, onu mənə baxın. Elə onu bugün bizim bütün müzakirəmiz onun əsasında. Əgər müsətməli mübarədə qarşısında, o MMC-nin direktoru nətər yaradılacaq? Onu biz kimsə dəvət edək görür, ya ümumi fikrə gələk görür ki, məsələsini tutaq ki, bu xanım olsun, tutaq ki, bu bəy olsun. Biz bunu belə təyin edəcəyik mi? Ümumi fikirləri deyəcəyik mi? Ya bunu fikrini çatıra bilmirəm. Qədim Ali, burada o dediyiniz nüanslar qeyd olunur. Ona görə gəldim ora. Ona görə gəldim ora. Məsələn, onu zərərsizləşdirsələr, çünki mənim başıma gəlib onu deyirəm, oxudum onu, o var burada. Yəni onu maarifləndirmə gedib onu zərərsizləşdirirlər. Tutaq ki, büyünlər onu bizdən yığacaqlar, aparıb poligonda onu atacaqlar. O poligonda onu qəbul edən, onu yandıran da bizim rayon vətəndaşıdır, bizim ölkənin vətəndaşıdır. Biz istəmərək ki, orada nəsə olsun, onun da başına nəsə gəlsin. Başa bir dənə zərər, bizim gözümüz çıxması elədir ki... Üzr istəyirəm, qədəfmədim. Keçən biz təlimdə onları təhlükəli məişət kullandılar. Qırmızı, belə deyək də, qutulara yığılmaq. Onu dedik o mövzuda, indi sən o mövzuya yenidən qayıtdın, çox gözəl edirsən. Çünki hər an təhlükə yaradan... Hər gün təhlükə, niyə ki, tutaq ki, ona zərər gəlsin, buna zərər gəlsin. Məndən çıxdı, kimə dəydi? Çox vacib. Biz buradakı, əgər bunu müzakirə ediriksə, məndən çıxdı, kimə dəydini də müzakirə edirik. Çünki başqası da buna zərər görməsin. Ki, gələcəkdə, məsələn, o adamlar gələndə, bəs siz nətər təlim keçirdiniz, bunu demədiniz? Bəli. Yəni, bütün müəssisələrdə texniki təhlükəsizlik üzrə bir mühəndis olur. İndi bizim o imkanımız yoxdur, yəni bəlkə də ona ehtiyac yoxdur, amma biz həmin müqavilə sənədlərini imzaladığımız var, o söhbəti etməliyik. Biz həmin götürəcəyimiz işçiyə də, layihədən kənarda da, onun, deməli, bu MMC-nin direktoru o barədə mütəmadi məlumat verməsi, belə deyək, təlimatlandırılması üçün də bugün həmin direktorun üzərinə ötərik qoyulmalıdır. Məsələn, mən bir dənə amil deyim. Məsələn, mən vergi yığan tutaq ki, mən gedib bunları paylayırlar. Mən deyirəm. Məsələn, deyirəm ki, siz vətəndaşa cəmiyyətin içində deyin, sən buna qədər borcun var. Mən bizə deyirəm, həmişə deyirəm. Tutaq ki, elman tutun, cəmiyyətin içində 10 nəfər, 15 nəfər dayanıb, sənin filan qədər borcun var. İstərsəniz ona qıcıqlanma əmələ gələcək. Çünki o müqavilə sizin aramızda individualdır, onu başqası bilməli deyil. Mən də istəyirəm ki, bu müqavilələr ümumiyyətlə fərdi qaydada vətəndaşlar imzaləyəndə hər biri fərdi qaydada maarifləndirilsin, hər biri fərdi qaydada. İndi Abbasov, biraz bayaq dediyiniz məsələ, yəni individuallıq məsələsi xidmət sahəsində bəzən keçmir. Nədən keçmir? Mən bunu da bir praktikaya görə deyim. Bir küçədə bizim indi həmin müqaviləni bağladıq və işi necə icra edəcək növbəti söhbətimizdir, amma o bizə gəlib çatacaq manat yarına. Ona görə də biz digər hüquqi formadan, çek formasından istifadə etməliyik. Müəssisələrlə bağlayacağıq, köçürməmiz olacaq. Amma vətəndaşla o çeki alıb, təhvil təslim edən bir kitab olmalı, surğuşlu falan, bax, belə olan təqdirdə o bir nəfər əlaqələndiricimiz olmalı. Əslində, ən çətin məqamlardan biri budur da. Bu, həmən küçədə, eyni küçədə, məsələn, 5 nəfərin pul ödəyib, 2 nəfər ödəməməsi böyük problem yaradacaq. Bəli. Yəni, bu təcrübə var, əvvəl işıqları söndürəndə, 2 nəfər işıq pulunu verməyəndə, ümumi xətti kəsirdirlər. Bütün küçə... Biz indi həmin vəziyyətdəyik. Bəli, bu, hal-hazırda həmən vəziyyət. Amma o təcrübə var ki, İndi işıqları hər kəsin öz evindən qoşurlar da, birbaşa həyətindən. Yəni, biz onu necə eləyəcək, o... Bax, bu köhnə, işığın, qazın, köhnə modeli bugün bizim atacağımız ilk addımdır. Bəlkə hasansa biz də gedib o böyük imkanlara çıxa bilərik, amma bugün bizim imkanımız ancaq çekilir. Biz nətərdir, Elman da danışdı. Biz onu hələ ilki başlayırıq. İlki başlayan kimi, tutaq ki, 5 il sonraki bu inkişafdan danışa bilmərik eləmiz. O 5 il sonra çox gözəl olacaq. Elman dedim, işıqlar da fərdi qayda olacaq. Amma biz hələ bu başlayanda təbii bir problemlər olacaq. İndi başlayanda necə başlayalım?
Siz bugün təklifləri verməlisiniz ki, biz bugün bunu bitirməliyik. Mən də onu deyirəm də, ilk bu problemlərimiz olacaq. Bu en qədər olacaq. Hər bir kənddə görüşdə də olacaq, o bir kəndlərdə olacaq, bu problemlər olacaq. Sadəcə olaraq biz problemlərə agresiv yanaşmamalıyıq. Yaranan sorunla bağlı müzakirələr etdik. Müxtəlif ardıcı olması prosesi. Böyük bir şəxs bir nəfər də bir nəfər də yarada bilər, bir neçə nəfər də yarada bilər. O Abbasov qeyd edəndə direktor məsələ deyək ki, 3 nəfər yığılır, bir MMC yaradır. O MMC 3 nəfərin içərisindən iclas protokolu tərtib olunur, həmin o 3 nəfər və yaxud da ki 5 nəfər iclasını keçirir, öz aralarında direktor təyin edir. Bu, şimdi əvvəlki çətinliklər keçir, istənilən kənddə Google-dan girib, Genplanda baxıb kəndlərin küçəsini müəyyən eləmək, ünvanlar artıq görüşür. Abbasov artıq o mərhələ qutarır, düzdür. Yəni, hüquqi ünvanın müəyyən edilməsi bu prosesin ikinci mərhələsidir. Üçüncü mərhələ nədir? Ad seçimi. MMC yaradırsan, üçüncü mərhələdə bunun adını seçməlisən. Adı elə ad seçməlisən ki, eyni ad olmamalıdır. Çünki Ədliyyə Nazirliğinə o sənin sənədlərin qeydiyyatına keçəndə həmin adda ikinci bir ad olsa, elə ad seçməlisən ki, bu təkrarlanmasın. Qeyd edirsizdə üçüncü ad, hər bircə lazım ola bilər. Bu, istənilən adam sabahlar düşsün, bu sənədlərlə, ardıcılıqla toplasın, geçsin MMC yaratsın. Onda mümkündür müəyyən etmək. Dördüncü mərhələ nədir? O ad məsələsini deyə sual ola bilər ki, necə müəyyən edək ki, belə bir MMC var və biz sənədləri hazırlayıb təqdim edirik. O sistemə girib, o adda MMC-nin olub-olmamağını yoxlamaq mümkündür. Yəni, bu imkanı. Sizin təlim materiallarınızda qeyd edilmişik ki, dördüncü nizamnamə tərtib olunmalıdır. MMC-nin nizamnaməsi. Nizamnaməsiz MMC təsdiq olunur. Bütün bu dediyimiz kimi təqdim olunmuş sənədlər bilirsiniz ki, bunların hamısının təsdiqi Ədliyyə Nazirliyi keçirir. Ardıcı o mərhələlərlə gəldiyimiz bütün prosesləri qeyd edirsiniz də, onların hamısını bir araya toplayıb, təqdim edirsiniz Ədliyyə Nazirliyinə və Ədliyyə Nazirliyi o sənədlərinizi baxır, yoxlayır və sizin deyək ki, MMC-nizi təsdiq edir. Təsdiq edəndən sonra başlayır növbəti mərhələdə sizin işinizin davamı. Artıq siz hüquqi şəxsiniz, deyək ki, təsdiq olunmuş qayda MMC-siz, başlayırsınız müqavilələri imzalamağa vətəndaşlarla. Eyni qayda ilə, bayaq qeyd olunan kimi, deyək ki, müqavilələri hamısını bağladınız, başladınız fəaliyyətə. Deyək ki, 2 dənə fəhləniz var, 1 dənə traktorçunuz var, məişət tullantılarının kənarlaşdırılması üçün. Orada bir argumentə toxundunuz, təhlükəsizlik məsələsi ilə bağlı. Bəli, artıq ondan sonra siz o 2 işçi ilə və o texnika sahibi ilə, traktorçu ilə əmək mühafizəsi və təhlükəsizlik texnikası təlimi keçib, onu sulhuzlanmış kitabda ona imzalatdırırsınız. Misal deyirəm, traktorçu məişət tullantılarını kənarlaşdırmaq üçün küçə ilə sürür, sürə-sürə fəhlə minir zədərlədir, deyək ki, onun qoşusuna, yol verilməz bir hal. Bu da təhlükəsizlik texnikası, əmək mühafizəsi üçün çox böyük meyardır. Hökman, həmin işçilərlə əmək mühafizəsi və təhlükəsizlik texnikasına görə müəyyən bilgiləri deyirsiniz. Onlar da hamısı qanunvericilikdə əksini tapıbdır. Hansı müddalarla onlar tanış olmalıdırlar ki, o əmək mühafizəsi, təhlükəsizlik texnikasına öz imzalarını atsınlar. Bunu danışmaqda, öz fərasatımdan danışmıram. Mən bunu danışmaqda məqsədim ondan ibarətdir ki, orada adam yəni demirəm, elmlər mühafizədə olsun. Biz də kimdən öyrənirik də, demirəm, bilmədim, getirin adamını gətirdim. Gördüm, ora girə bilmirəm, ki ola. Burada biz qəbahət də bir şey yoxdur, biz belə eyib də bir şey yoxdur. Bəs komanda deyilən bir iş var. Bəli, sən onu öyrənməm. Lider var, komandası var. Lider o demək deyil ki, hər şey özü. Belə Ataman xanım tək bura gələrdi, heç kimlə gəlməzdi. Ondan sonra deyərdik, sən də söz demək, hamılı mənim dediyim sözdür. Elə də deyirəm. Ona görə də o adamın müəyyən qədər savadı olmalıdır ki, bu dediyim sadaladığım işləri, tutaq ki, mən nizamnamənin qəbul olmasına üçün bunu hazırladıqda ki, mən getdim zaten. Bu nədir? Ədliyyə Nazirliyi. Ədliyyə Nazirliyi dedilər yox, orası biraz hüquq prosedura var. Onu biz məcbur olduq, adam tapdıq, onu
bir təkmilləşdirdilər. Yəni bizim onun savadımız çatmadı. O hüquqi işdir. Təbii bizim mənim savadım ona çatmaz. Onu təkmilləşdirəndən sonra, əvvəl qaytarmışdır. Onu təkmilləşdirəndən sonra məsələn onu ora təsdiq edir. O prosesində üçün, Natama xanım, o prosesləri icra eləmək üçün savadlı adam lazımdır. Ki, məsələn, o işlərin daha sonra geçsin, məsələn, utanmasın, Natama xanımdan soruşsun, Fürsət müəllimdən soruşsun, Elmandan soruşsun, məndən soruşsun, yəni utanmasın ona. Bizim də bilmədiyimiz şeyləri qeyd-günləsiz öyrənirik. Burada nə var idi? Elədir. Qədir bəy, biz inşallah, yəni yəqin ki, bu təlimimizi bitirəndən sonra 8 kəndin icma rəhbərləri ilə, bələdiyyə sədri və icra nümayəndələri ilə bir görüşümüz olar. Təlim qutaranlar dərhal sonra olsun ki, biz orada namizədlərimizi verək. Necə fikir? Çox əla fikirdir. Mən də indidən deyirəm. Məsələn, mən bekar olsaydım o işdən sonra gedərdim. Çox səmimi qaydada gedərdim. Sevə-sevə gedərdim o işi. Zaman gələcək, insanlar biz bəlgədən deyirlər, kaşı İngilizcədən gəldim, o rəhbəri mən olaydım. İndi bələdiyyə də qarşılıqda ona. Onlar ad deyildir, özünüz bələdiyyəcəsiniz onu... Məqsədimiz oldu da, bu layihənin əsas məqsədi oldu. Zaman gələcək, insanlar, məsələn, mənim kimi, qeyrilər kimi, yemək olaraq... Niyə yaratmalı? Yaratmalı ona. Hansı ki də dəstək var idi? İnşallah biz təlimimizi düşünürəm ki, başqa yoldaşlar, sizin bugünkü günlə bağlı bir fikriniz əlavə var? Bayda xanım? Yox. Yəni, düşünürəm ki, biz bugünkü təlim materialımızı ödədik və növbəti təlimimiz olacaq biraz fərqli. Çünki biz bugün nəticəmizi aldıq və icra nümayəndəsi bələdiyyələrlə də bir dənə adlar qaldı. Adlar əsas adlardır. Heç kəs ad haqqında heç nə demədi. Üzrlü sayın. Yəni ad var sizdə. Fikriniz var hər hansı bir adına. Adla bağlı mən bir şey deyim də, indi ad qoyma mərasimində belə deyək. Nəyəcə əsaslanmalısan və nəyəcə uyğunlaşdırılmalısan. Mən burada bu kəndlərin adından, baş hərfləri ilə bağlı bir yazım var. Burada ən optimal bir də deyim. Bu ad əslində bu ekoloji təmizliyə ilə bağlı olduğuna burada ekodur, təmizdir, belə sözlərdən də istifadə edilir. Ən gözəl variantından da ada təmiz imicə gəlir. Ada? Ada. Yarandı elə ad? Təklifidir. Yox, dediniz kəndlərin adından. Yox, kəndlərin adından, yəni ən gözəl variant ada gəlir. Çünki sən ad o ilə. Əməliyyat döyüşlü o sürədir. Ad o. yox, bu artıq bələdiyyəni xatırlayır.